bu şəxslər iqtisadçılardır, onlar kinonu bilmirlər. Biz iqtisadçılarla danışanda isə onlar məsələyə başqa cürə yanaşırlar. Deyirlər ki, bəs bu məsələnin maliyyə tərəfini kim hesablamalıdır? Ona görə biz müzakirəmizi məhz sizinlə başlayacağıq ki, Əlibal müəllim, siz parlamentdə həm Mədəniyyət Komitəsinin üzvüsünüz, həm də iqtisadiyyat. Məhz ona görə istəyirik sizin fikrinizi bilək ki, bütün bu danışılanlarda kim haqlıdır? Yəni, eyni zamanda hər bir formatda, hər iki tərəfdə də bir haqq var. İqtisadçılarda göstəricilər ən önəmli formatlardan biridir. Rəqəmlər danışır. O, həmin göstəricilər də rəqəmlərlə ölçülür. Bəli, həmin o rəqəmlər də ki, onu göstərir ki, yəni bu il ayrılmasa pul, yəni hansısa bir formada kino inkişaf edəcək və həmin istənilən məbləğ qədər bir vəsait hesabda var. Amma eyni zamanda biz həmin məsələni Mədəniyyət Komitəsində də müşahidə edəndə görürük ki, bu qalıq pul, yəni kifayət qədər çəkilən filmlərin bir faiz nisbiliyi ilə qalan puldur. Yəni bir müəyyən hissəsi avans deyək ki, dəyərləri ödənilib və avansdan sonra qalan pullar, yəni onlar hamısı hansısa şirkətlərə, hansısa o kino çəkənlərə ödənişlər formatında, yəni müəyyən bir müddətdən sonra ödənilməlidir. Onda bu artıq qalan vəsait deyil, bu hələ ödənilməyən vəsaitdir. Öhdəlikdir, yəni həmin o kino agentliyinin öhdəliyidir və ona görə də belə bir anlaşmazlıq baş verib və bu anlaşmazlığın da arxasında yəni belə bir format, yəni təəssüf ki, belə alınıb. Amma mən qeyd etmək istəyirəm ki, bu tək İndi yəni, hansısa bir ayrı bir gələcəkdə bir nüanslar ortalığa çıxa bilər, amma bizim əsas ən önəmli məsələmiz bu industriyanı yəni, inkişaf etdirməkdir. Və industriyanı inkişaf etdirmək üçün bu gün tək o rəqəmlərlə kifayətlənməməliyik. Yəni, bizim bu gün o rəqəmlərdən savayı da çox işlərimiz var. Yəni, ən azından bir yol xəritəsi formalaşmalıdır. Son 3 ildə, deyək son 3 il, hətta deyərdim son 2 ildə kifayət qədər bu industriyada tərpəniş var. Yəni kifayət qədər bu industriyada iş yerləri açılıb, bu industriyada kifayət qədər işi öyrənən insanlar əmələ gəlib, yeni nəsil formalaşır və yeni texnologiyalara yönələn nəsil formalaşır. Yəni bu gün kinomuz artıq ola bilsin ki, o qədər də peşəkar deyil, amma artıq peşəkar mühitə yaxınlaşan bir industriya yaranır və bu gün bir ənənə yaranır, kino ənənəsi yaranır. Təbii ki, o ənənənin yaranan məqamda maliyyəsini kəsmək biraz belə yüngüldüsək, yəni çox da yaxşı hal deyil, amma ümumilikdə bu proses gedir və o prosesin gedməsi üçün də 50-dən yuxarı film çəkilir və o filmlərin hamısının arxasında bir böyük bir ənənə var. Yəni indi gildiyalar yaranır, rejissorlar, kino rejissorlar yeni formatda. Amma mən düşünürəm ki, bunu daha çox təşviq etməliyik. Məsələn, bizdə həmin bu kino sahəsinin bir nömrəli problemlərindən biri kadr çatışmamazlığıdır. Yəni o kinoda mövcud olan o yeni kadrların olmamasıdır. Və yaxud onların biz nəzəriyyəsini belə düşünürük ki, o təşviq olunanda xaricdə eğitimlə əlaqəli, məsələn, Türkiyədə xaricdə necə ki, Təhsil Nazirliyi təşviq edir, o ödənişləri edir xaricdə təhsilin. Biz kinoya da həmin o formatı yönətməliyik. Siz istəyirsiniz ki, bütün çətinliklərə rəğmən proses davam